Salam əziz izləyicilər. Güvən nəşrlərinin 26 oktyabr 2025-ci ildə blok fənləri üzrə keçid istinaq imtahanı suallarının izahlarına baxaq. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayaq. Demək, sinif 10. Baxıram birinci suala. Deyir, müsbət hədli tənasübün kənar hədləri 8-18-dir. Bu tənasübün orta hədləri bir-birinə bərabər olarsa, orta hədlərin cəmini tapın. Demə baxın, söhbət tənasübdən getdiyinə görə A bölünsün B bərabər C bölü D nisbətini yazarıq. Yəni iki nisbət bir-birinə bərabərsə biz buna tənasüb deyirik. Burada A ilə D kənar hədlər, B ilə C orta hədlər. Bizə deyir kənar hədlər 8-18. 8 və 18 kənar hədlərə qeyd elədik. Orta hədlər isə bir-birinə bərabərdir. Baxın, ikisinə də x yazıram. İndi kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər xəstəsinə görə x kvadrat bərabər olur 144, x olur 12. Bizə də orta hədlərin cəmini soruşur. Cavab olur 24. Yəni B variantı. Növbəti baxıram ikinci sual. Alfa və beta uyğun tərəfləri paralel olan itibucaqlardır. Alfa plus beta cəmi bu bucaqların paralel olmayan tərəfləri arasındakı kör bucaqdan 2,5 dəfə kiçik olarsa, alfa plus beta cəmini tapın. Demək, bu neçənci sualdır? İkinci sual. Demək, qulaq asın. Bizə deyir ki, uyğun tərəfləri paralel olan iti bucaqlardır. Demək, uyğun tərəfləri paralel olanda biz bilirik ki, normalda ya cəmi 180 ya bərabər. Amma bizə deyir ki, uyğun tərəfləri paralel iti bucaqlardır. Demək, bunlar nə olmalıdır? Bərabər olmalıdır. Bu şəkildə uyğun tərəfləri paralel olan iti bucaqlardır. Və bu bucaqlar bir-birinə bərabərdir. Biri alfa, biri betadırsa, ikisi də bir-birinə bərabərdir. Niyə? Çünki uyğun tərəfləri paralel, ikisi də iti bucaqdır. Yəni eyni adlı bucaqdır, ikisi də bir-birinə bərabərdir. İkisinə də alfa yazdım. İndi baxın. Paralel olmayan tərəfi arasında kör bucaq, baxın buradır. Baxın, paralel olmayan tərəf budur. Bunlar arasında qalan kör bucaq buradır. Buraya yazılan bir x. Baxın, bizə deyir ki, alfa plus beta cəmi, alfa ilə beta'nın cəmi neyinir? 2 alfa eləyir. Baxın, bu 2 alfa bu bucaqlara paralel olmayan tərəf arasında kör bucaqdan 2,5 dəfə kiçikdir. Yəni bunların cəmi kör bucaq, yəni x-dan 2,5 dəfə kiçikdir. Demək, mən bunların cəmini 2,5'ə vursam, kör bucağa bərabər olur. Onda x bərabər nəyə? 5 alfa. Baxın, x 5 alfadır. İndi burada nə görürük biz? 2 paralel düz xət. 3-cü düz xət kəsir. 1 iti, 1 kör. Yəni bunların cəmi 6 alfa olmalıdır 180. Alfa olur 30. Alfa 30'dursa beta'ya bərabərdir. O da olur 30. Bizə bunların cəmini istəyir. Alfa plus beta'nı istəyir. Bunların da cəmi olur 60 dərəcə. Yəni B variantı. Növbəti baxıram 3-cü suala. Demək, 3-cü sualda bizdən nə istəyir? 264 ədədinin neçə sadə böləni var? Sadə vurğuları ayıraq. 2-yə 132, 2-yə demək 66, 2-yə 33, 3-ə 11, 11, 1. İndi sadə bölən deyəndə demiş ki, hərəsindən birini götürək. Baxın, olur nə qədər? 3 dənə. Sadə bölən müxtəlif sadə vuruq bir-birinə bərabərdir. Bunun müxtəlif sadə vuruqlarının sayı da 3 dənə olur. Sadə vuruqların sayı isə bunların hamısını götürürük. Olur 5 dənə. Amma bizim cavabımız burada sadə bölən istəyir. Cavab olur 3. B variantı. Növbəti baxıram 4-cü sual. Mənfi 4,2 ədədinin tam və kəsr hissəsini tapın. Demək, baxın, bunun tam hissəsi. Bu işarə bizə tam hissəni bildirir. Tam hissə bu ədədin sonunda yerləşən ən böyük tam ədəd. Mənfi 5'dir. Kəsr hissə. Bu işarə kəsr hissəni bildirir. Kəsr hissə verilən ədəddən çıxıram nəyi? Tam hissəni. Bu da olur mənfi 4,2 üstə gəl 5. Cavab olur 0,8. Bu da olur kəsr hissə. Bizə tam hissə ilə kəsr hissənin hasilini istəyir. Yəni mənfi 5'i vururam 0,8'ə. Bu da olur mənfi 4.
Oldu E variantı. Növbəti baxıram 5-ə. Deyir çoxluğu aşağıdakilərdən hansına bərabərdir? Gəlin bunu biz çevrələrlə göstərək. Bu A'dır. Bu B'dir. Baxın bu da C'dir. Bizə deyir ki A'da olsun. Yəni A fərq B ilə C'nin birləşməsi. Deyir A'da olsun. B ilə C'nin birləşməsinin olması. Baxın normalda B ilə C'nin birləşməsi. Baxın bu sarı oldu, gördüğünüz bütün hissədə B ilə C'nin birləşməsi. Bizə deyir ki A'da olsun. B ilə C'nin birləşməsində olmasın. Demək, baxın A'da olub bu hissəyə aid olmayan hansı hissədir? Baxın bu hissədə. Baxın gördüğünüz bu hissə A'da olub B ilə C'nin birləşməsində olmayandır. İndi variantda da baxırıq. Görək hansı bizə baxın bu şəkli verir. Mesela baxıram A variantına. Baxın A variantında A ilə B'nin birləşməsində olsun. A ilə B'nin birləşməsində olsun. A ilə C'nin birləşməsində olmasın istəyir. Gəlin mən bu şəkli yadda saxlayayım. Bunun üzərində göstərim. Baxın normalde mən belə bir şəkil almam lazım. Görə ala bilirik. İndi baxıram A variantına. Baxın A variantı demək A ilə B'nin birləşməsi. Baxın A ilə B'nin birləşməsi bura bütövdür. A ilə B'nin birləşməsi baxın budur. Bizə deyək ki A ilə B'nin birləşməsində olsun. A ilə C'nin birləşməsində olmasın. A ilə C'nin birləşməsi isə baxın buradır. İndi A ilə B'nin birləşməsində olub A ilə C'nin birləşməsində olmayan isə uşaqlar baxın burada. Yəni bizə bu göy rəng qalmalıdır. A variantına görə göy rəng olan hissə qalmalıdır. Amma baxın bizdə əslində belə olmaz. Verilən şərtdə bizə bu şəkildə olması lazım. Ona görə A variantı yanlışdır. Yəni A variantı bizim axtardığımız cavab deyil. A getdi. İndi baxıram B'yə. B'də deyir ki A ilə B'nin birləşməsinin kəsişməsində olsun. A ilə B'nin kəsişməsi baxın buradır. Baxın kəsişmədə olsun deyir. A ilə C'nin kəsişməsində olmasın deyir. Onda təkcə bura rənglənməlidir baxın. Yəni B variantı bu gördüyünüz sarı hissəni bildirir. Deyir A ilə B'nin kəsişməsində olsun. A ilə C'nin kəsişməsində olmasın. Bu şəkildə olmalıdır. Bu da təbii ki bizim lazım olan şəkil deyil. Belə gedər. Baxıram C'yə. A fərq B. Baxın A fərq B normalda baxın buradır. A fərq B buradır. Deyir A fərq B'də olsun. A fərq C. Deyir ki daha doğrusu A fərq B. Baxın bu deməkdir. A fərq B ilə deyir birləşdir A fərq C-ni. A fərq C-də demək A fərq B ilə A fərq B budur. Bunu birləşdir nə ilə? A fərq C ilə. A fərq C aradır burada bax. A fərq C burada. Yəni bunun birləşməsi elə bu sarı ilə həmin o göyün elə cəmidir. Bax gördüyünüz bütöv elə bizə C-ni verir. Ona görə C də getdi. İndi baxıram D-yə. Baxın D, A fərq B. Baxın A fərq B bu hissədir. Bunu deyək kəsişdirmək lazımdır. Nə ilə? A fərq C ilə. A fərq C-nin kəsişməsi baxın buradır. Bu rənglərin üstə düşən hissəsi haradır? Elə gördüyünüz hissə. Yəni sarı ilə göyün üstə düşən hissəsi. Elə bu gördüyünüz bu sarı rəngdir. Yəni bizə lazım olan hissədir. Elə budur. Cavab D variantı olur. Mesela E nədir? Deyir A ilə B ilə C'nin kəsişməsi. A ilə B ilə C'nin kəsişməsi. Baxın. B ilə C'nin kəsişməsi normalda buradır.
Bu B ilə C-nin kəsişməsidir. A ilə birləşməsi. Onda gələ bütöv bura rənglənməlidir, baxın. Yəni onda belə fiqur alınmalıdır. Bu da təbii ki bizə lazım olanlar eyni deyil. Cavab olur 5-də D variantı. Növbət baxıram 5-ə. 5-ə 6-ya. Demək 6-da belə bir fiqur. Demək bura 106'dır. Bura 130. Buranı bilmirik. Demək O, A, B, D, F. Bura C, burada E. Baxın bizə şərtdə nə deyir? Deyir A, O, E. Baxın A, O, E. Bu bütöv bucaq. Daha sonra A, O, C. Bakın bu bucak bölünsün C, O, E. Bu bucak 4 bölü 5'tir. Yani burada 4x, burada 5x. Alfa diyek. Mesela 4 alfa, 5 alfa. Sonra OAB'ne 106 verip, OCD'ne 130 verip bizden OY F ister. Bakın bu tip sorularda hemşe demiştik ki paralel olanları uzat. Bakın AB ile CD, YF paralel düzdürmü? Bakın CD'ni paralel uzadıram. Şimdi burada ne görürəm? 2 paralel düz xət, 3-cü düz xət kəsir. Burada uygun bucaqlar bərabərdir. Yəni bura 106'dırsa bakın burada 106 olması lazım. Ona göre bura oldu 106. İndi fikir verin. Normal 3 bucağa göre 2 daxil bucağın cəmi bunlara qonşu olmayan xarici bucaq bərabər xəstəsi. Yəni 4 alfa üstə gəl 106 bərabər 130'a. Buradan da 4 alfa bərabər 24'ə, alfa bərabər 6'ya. Bu belə. İndi alfanın tapdığım 6. Burada gətirib 5'ə vursam bu olur 30. İndi fikir verin. İndi nə edirəm? Baxın bunu paralel uzadıram. Baxın burada bir yenə 3 bucaq qururam. Yenə bura 130'dursa tabii ki demək bura 30. Bura 130'dursa 2 paralel düz xət, 3-cü düz xət kəsir. Burada 130. Onda bakın bu beta lazım mənə. Beta nəyə bərabərdir? 30 üstə gəl 130. Bu da olur 160. 160 D variantı. Demək növbəti baxıram 7-ci suala. N neçə natural qiymətində n kvadrat üstə gəl 243 bölünsün n ifadəsinin qiyməti deyil, naturaldır. Yəni bu tipləri çox görmüşük. N kvadrat bölü n üstə gəl 243 bölünsün n. Baxın bunlar ixtisar gedir. Qalır n üstə gəl 243 bölünsün n. Baxın n neçə natural qiymətinə deyir. Burada n-ə natural versəm həmişə natural olur. Onda buranın natural olması lazımdır ki üzərinə natural gələndə natural eləsin. İndi bu kəsirin natural olması üçün n nə olmalıdır? 243'ün natural bölənləri. Ona görə 243'ü sağda vuruqlara ayıraq. Demək 5, 8, 3'ə bölünmür. 7'yə bölünər. 7'yə bölünən neçə eləyir? Üzrü sayın 3'ə bölünür. Rəqəmə cəmi 9 eləyir. Mən 8 deyirəm. 3'ə bölünür. 3'ə böləndə 81'dir. 3'ə böləndə 27'dir. 3'ə böləndə 9'dur. 3'ə böləndə demək 3 3 1. Yəni bu 243 3 üstü 5 deməkdir. Natural bölənlərin sayı isə qüvvətdən üzərinə 1 gəlib vurmaq lazımdır. Burada bir dənə sadə bölən var deyə elə 5'in üzərinə 1 gəlirəm, olur 6. Demək n'in 6 dənə natural qiymətində bu ifadənin natural qiymət olar. Yəni A variantı. Növbət baxıram 8'ə.
Demək 8-dən mənfi 6 birbaşa yazıram. Mənfi 6-nın kvadratı mənfi 36 üstə gəl. 3'ü vururam mənfi 4'ə. Olur mənfi 12. Mənfi 6'dan mənfi 1'ə vuranda olur müsbət 6. Bu da olur mənfi 48 üstə gəl 6. Olur mənfi 42. Yəni B variantı. Demək 9-cu sualda deyir, ədədi 60% azaltdıqda alınan ədədi neçə dəfə artırmaq lazımdır ki, əvvəlki ədəd alınsın? Yəni, bunu biz dəyişən də yaza bilərik. Məsələn, ədəd götürürəm 100. Məsələn, 100 manat pulum var. Bu 100%'dir. Bunu 60% azaldanda qalır 40%. Buradan x'i tapdım 40. Yəni 100 manat pulum vardı. 60% azaldı. Qaldı 40 manat pulum. İndi bizə deyir ki, bu 40 manat pulu neçə faiz artırmaq lazım ki, yenə 100 manat olsun. İndi əlimizdə 40 manat var. Bu 100%'dir. Bunu neçə faiz artırmalıyam bilmirəm. Nə qədər pulum olmalı? Yenə 100 manat pulum olmalıdır. Bu da oldu Y faiz. Y bərabər 100 vur 100. Bölünsün 40. 20'ye gelir 5. 2. Bu da gelir 50. 50'ni də 5'e vur. 250 faiz. Bayaq 100 idi. İndi oldu 250 faiz. Demək neçə faiz artmalıdır? 200'dən 100 çıxıram. 150 faiz artırmaq lazım. Məndə nə deyirdi? Neçə dəfə artırmaq lazımdır? Yəni faizi soruşmur. Bizdən neçə dəfə artırmamızı soruşur. Yəni faiz sorursaydı 150 faiz olardır. Neçə dəfə artırmalı deyirsə, demək ilk olarak 100 manat pulumuz vardı. Bunu 60% azalttık. Oldu indi 40 manat. İndi 40 manatdan getməliyik yenə 100 manata. Neçə dəfə artıracağımı tapmam üçün 100'ü bölürəm 40'a. Bu da olur 2,5. Demək 2,5 dəfə artırmaq lazımdır. E variantı. Növbəti baxıram 10-cu sual. Uyğun tərəfləri perpendikulyar olan müxtəlif növ bucaqlardan biri 96 dərəcə olsa digərini tapın. Uşaqlar, demək müxtəlif növ, müxtəlif adlı nə deməkdir? Eyni anlayışdır. Yəni onda müxtəlif növ, müxtəlif adlı olanda bucaqların cəmi 180 olmalıdır. İndi bucaqlardan biri 96 dərəcədirsə, digərini tapmaq üçün 180'dən 96 çıxıram, edir 84 dərəcə. Yəni B variantı. Növbəti baxıram 11'ə. Əkob A kvadrat B kvadrat 144. Demək əkob A kvadrat B kvadrat 144. Əbob demək A kvadrat B kvadrat 9. Deyir A və B ədədlərin ortaq olmayan sadalıqların hasilini tapın. Demək əkobu, baxın əkobu əboba böləndə bizə nəyi verir? C'ni. Bu da əkobun qiyməti 144'dür. Əbobun qiyməti 9. 144'ü 9'a bölünür neçə? 16. Demək ortaq olmayan sadə vuruqların hasili 16 C variantı. Birinci dəqiqə üzrü sayın. 16 olmur burada. Burada diqqətsiz elədik. Baxın bu A kvadratdır. Amma bu C yazmışıq. Yəni bu əslində elə deyil. Normalda baxın. Əkob böl əbob. Yəni əkob AB. Düzdürmü? Bölünsün əbob AB. Nəyə bərabər? C'yə. İndi burada artıq A kvadrat B kvadrat yazırsa, onda təbii ki ortaq olmayan da kvadrat olur. C kvadrat. C kvadrat 16 olur. Amma C nə olmalıdır? 4. Yəni bizdən AB ədədlərin ortaq olmayan sadalıqların hasilini istəyir. AB'nin ortaq olmayan sadalıqların hasili burada 4 olmuş olur. Yəni E variantı. Bu da çaşdırıcı sualdır. O kvadrata fikir verməm lazımdır. Növbəti baxıram 12-ci sual. Demək 12'də A vurulsun B kvadrat kiçikdir 0. Sonra orada A kvadrat vurulsun C kiçikdir 0. B vurulsun C kvadrat böyükdür 0. Olarsa ABC'nin işarəni müəyyən edin. Demək baxın. B'nin qiymətini bilmirəm. Kvadrat həmişə müsbətdir. Mənfiyə vurmalıyam ki mənfi eləsin. Demək A mənfidir. Mənfinin kvadratı onsuz da müsbətdir. Onda C'də mənfi olmalıdır ki hasil mənfi eləsin. C kvadrat həmişə müsbətdir. Kvadrat olduğuna görə müsbətə vuranda müsbət eləyər. B
B də müsbət. Demək A mənfi, B müsbət, C mənfi. Mənfi, müsbət, mənfi oldu C variantı. Növbəti baxıram 13. Demək A B'nin alt çoxluğudur. B də C'nin alt çoxluğudur. Düşünün ki, A çoxluğu var. B'nin daxilində yerləşir. B də C'nin daxilində yerləşir. Normalda üçünün də kəsişməsi bizə nəyə verməlidir? Üçündə olan hissə burada nəyə verməlidir? A-nı verməlidir. A variantı. Növbəti baxıram 14-də. 7/3 nisbətdə olan qonşu bucaqların kiçiyini tapın. Baxın, qonşu bucaqlardırsa, bunların cəmi 180-dir. 7x üstəgəl 3x 180, 10x 180 dərəcə, x bərabər 18 dərəcə. Bizdən bucaqların kiçiyini istəyir. Bucağın biri 54 olur, biri 126 olur. Kiçiyi dediyinə görə 54 E variantı. Növbəti baxıram 15-ə. Demək, cədvəl verilib, ədəd verilib. Demək, baxın. A ədədi verilib, bir də B ədədi verilib. Demək, əksi mənfi 5. Baxın, ədəd A-dır. Əksi mənfi 5-dirsə, onda A-nın özü 5-dir. Tərsi 5-in tərsi, oca 5-də 1. Baxın, söhbət burada ədəddən gedir. Ədədin əksi mənfi 5-sə, ədədin özü 5-dir. Onda 5-in tərsi 5-də 1. Yəni bu x-ə bərabər. Sonra, baxın, tərsi 2-dir. Tərsi 2-dirsə, onda B-nin özü 2-də 1-dir ki, tərsi 2 olub. Düzdürmü? Y əksidir. 2-də 1-in əksi də mənfi 2-də 1. Baxın, bu da Y-dir. Bizdən x plus Y istəyir. 5-də 1 üstəgəl mənfi 2-də 1. Bu da 5-dən 2-yə köp 10. 10-da 2 çıxılsın 10-da 5. Bu da olur mənfi 10-da 3. Yəni E variantı. Növbəti baxıram 16-ya. Demək, A bərabər 1 tam 4-də 87-dir. Digəri 1 tam 10-da 8, 4-də 7. Demək, C də 1 tam 10-da 8, 4-də 87. Baxın, bu tiplərdə nə demişik? Normalda, baxın, 1 tam. Dövr elə nədir? 87. Yəni, mən bunu sonsuz sayda yaza bilərəm də. 4 dənə yazdım, saxladım. Burada da 1 tam 8 gəlir, sonra dövr 7 eləyir. Və 7-lərdən sonsuz yaza bilərəm. Vergdən sonra 4 rəqəm yazıb saxlayıram. Bu da 1 tam 10-da 8, dövr 87. Baxın, indi baxıram. Tamlar bərabər. 10-da 1-lər bərabər. 100-də 1-ə bax, 7, 7, 8. Burada ən böyük C olur. İndi A ilə B-yə baxıram. Deməli, 100-də 1-ləri bərabərdir. 1000-də 1-i A-da 8-dir, B-də 7-dir. O da A böyükdür nədən? B-dən. C böyükdür A-dan, o da böyükdür B-dən. C variantı. Növbəti baxıram 17-yə. 126 ədədindən kiçik. 126 ilə qarşı qısa ədədlərin sayını tapın. Nə etməliyik? Sadə vurğulara ayırırıq. 2-yə 63, 3-ə 21, 3-ə 7, 7, 1. Ədədin özünü vururam. 1 çıxılsın. Sadə bölən, 1 bölü sadə bölən. 2-də 1. 1 çıxılsın. 3. Yəni 3-də 1. 1 çıxılsın. 7-də 1. Burada da 126 vurulsun. 2'də 1, 3'də 2, 7'də 6. Demək, ixtisar yaparsa 2'nin 3'ü 6, 7'ye 42 bunlar gedər. 3 qalır. 3'ün 2, 6, o da 6, 36. Demək, 36 dənə 126 ədədi ilə qarşı sadə olur. C variantı. Növbəti baxıram 18. Deyir, düz xətt üzərində ABC nöqtələri ardıcıl qeyd olunub. Bu bizim düz xəttimiz olsun. A, B, C, D nöqtələri qeyd olunub.
Deyir AC BD'ye bərabərdir. Baxın AC bərabərdir BD'ye. AD 40 verib. Demək bütöv 40'dır. BC'ni 6 verib. Baxın. Demək BC 6'sa AB x yazıram. Onda AC olduğuna x plus 6. Bakın BD AC'ye beraber olduğuna göre BC 6'dırsa demek burada x yazmalıyım ki BD'den olsun x plus 6 olsun. AC'nin de uzunluğunu tapın. Demek x üste gel 6 üste gel x beraber olmalı neye 40'a. Buradan 2x beraber 34'e x beraber 17'ye. AC neye beraberdi? Bakın buradan bura. X plus 6'ya. X'e yazıram 17. Buradan da AC'ni alıram ne? 23. Belə. Növbəti baxıram 19. Düz xət, daha doğrusu duz və sudan. Duz görən kimi düz xət oxuyuram. Duz və sudan ibarət olan məhluldakı suyun kütləsinin 25% duzun kütləsinə bərabərdir. Bu məhlulun neçə faizi sudur? Gəlin belə götürək. Baxın, duz və su. Duzdan x qram olsun. Sudan da y. Görün nə deyir? Deyir, duz və sudan ibarət olan məhluldakı suyun kütləsinin, baxın, suyun kütləsinin 25% duzun kütləsinə bərabərdir. Suyun baxın, məhlulda y qədər su var, x qədər duz var. İndi suyun kütləsinin 25%, suyun 25% deyir, duzun kütləsinə bərabərdir. İxtisar gedir, burada qalır 4'te 1. Y bərabər olur 4x-ə. Demək, y 4x-miş. Bizə deyir ki, bu məhlul neçə faizi sudur? Məhlul nəyə bərabərdir? Məhlul duzla suyun cəminə. Yəni 5x 100%'dir. Deyir, bu məhlul neçə faizi sudur? Bizdən su istəyir. Duzu istəsəydi x götürərdim bura. Su istədiyinə görə 4x götürürəm. Bu da olsun bir k faiz. Buradan k'nı tapıram. 4x'i vururam 100'ə. Bölürəm 5x'ə. X'lar gedir. 100'dən 5 gedir. Burada 20 qalır. 4'ə vururam 80%. Demək, məhlulun 80% sudur. A variantı. Növbəti baxıram 20'yə. 3 ədəddən biri 60'dır və digər ikisi qarşılıqlı əksdir. Bu 3 ədədin ədəd ortasını tapın. Baxın, 3 ədəd var. Bu birinci ədəd, ikinci ədəd, üçüncü ədəd. 3 ədəddən deyir, biri 60'dır. Mesela birinci 60'dır. Digər ikisi qarşılıqlı əksdir. Yəni biri x-dırsa, digəri mənfi x-dir. Qarşılıqlı əks bu deməkdir. Bu 3 ədədin ədəd ortasını tapın. Yəni 60 üstə gəl x, üstə gəl mənfi x bölünsün nəyə? 3'ə. Bunların cəmi 0 eləyir. 63'ə böl 20. Oldu D variantı. Növbəti baxıram 21'ə. A və B məntəqələri arasındakı məsafənin birinci velosipedçi 15 saata. Birincisi 15 saata. İkincisi 10 saata gedir. Bu velosipedçilər A və B məntəqələrindən eyni zamanda qarşı-qarşıya yola düşdülər. Velosipedçilər neçə saatdan sonra görüşəcəklər? Baxın, normalda bu A məntəqəsi, bu B məntəqəsi. Normalda baxın, A məntəqəsindən çıxan, buradan bura 15 saata gedir. B məntəqəsindən çıxan 10 saata gedir. Düzdürmü? İndi bunlar A və B məntəqəsində eyni zamanda qarşı-qarşıya yola düşürlər. Gəlin belə götürək də. Buradan bura nədir? Yol olsun x. Bak, gedilən yol x'dir. Birinci 15 saata gedir. İkinci 10 saata gedir. Düzdürmü? Ümumilikdə yolu. İndi baxın. Deyək ki, bunlar nə vaxt? Demək, eyni zamanda qarşı-qarşıya yola düşdülər. Neçə saatdan sonra görüşəcəklər. Düşünün ki, gəlib burada görüşdülər. Baxın, burada görüşdülər. Buradan bura A məntəqəsindən gələn velosipedçi gəldi. Buradan burada B məntəqəsindən gələn velosipedçi gəldi. Bunlar demək ki, eyni zamanda bura çatdılar da ikisi də. Düzdür, burada görüşdülər. Demək, bunların nədir? Zamanları bərabər. İndi fikir verin. Diqqətlə qulaq asın. Baxın, burada nəyi tapıram?
Birinci velosipedçi bütöv yolu 15 saate gelirse bütöv yol x'tir. Onda birinci velosipedçinin sürəti x bölü 15 olur. İkinci velosipedçinin sürəti ne olur? O da eyni yolu x'i 10 saate gelirse x bölü 10. Şimdi fikir verin. Normalde bakın buradan bura ne kadar mesela yol gelir? Bakın x vur 15'i yani sürəti vururam zamana. Ya da belə deyək. Mesela bakın burada görüşəndə bunların geldiği zamanlar eynidir axı. Çünkü mesela için deyirəm 1 saat sonra bu bura geldi, 1 saat sonra bura geldi. Bunların nələri eynidir? Gəldəndə elə bir zamanları eynidir. Mesela için K saatdən sonra görüşüblər. Bak K saatı. Eğer K saate görüşübsə, bakın birincinin sürəti bu qədərdir. Mən sürəti vururam K'ya. Birinci, bakın buradan bura bu kadar yol gelip. İkincisi geldiği sürət bu qədərdir. O da K saata bu kadar yol gelir. Ve bu geldiği yolları ben toplasam ümumi yolu verərmi x'e? Buradan görürəm ki x ortak hamısına x gider. Qalır K bölü 15 üstə K bölü 10 bərabər nəyə? 1'ə. Orta məsə gətirsəm 2K üstə 3K bölünsün 30 bərabərdir 1'ə. 5K bərabərdir 30'a. K bərabər 6'ya. Demək K nə idi? Bunların geldiği müddətdir her ikisinin. Yani bizə də neçə saat sonra görüşər? 6 saat sonra D variantı. Demək növbəti baxıram 22. De görürük ki verilen bucaklar karşılıklı bucaklardır. Bir sıradan da iti bucağı soruşur. 3x'de yəqin ki o. 3x beraber x plus 32. 2x 32. X 16. X'e getirip 16 yazsam bu olur 48. Ve bizden iti bucak istəyir. İti bucak ile 48'in özü oldu C variantı. Demək növbəti baxıram 23'ə. Demək 3, 4, 6K. 4 rəqəmli ədədi 3'ə qalxısız bölünür. K'nın alabiləcək qiymətlərin cəmi. 3'ə bölmə qaydası rəqəmlər cəmidir. 3'dən 4, 7 üzərinə 6, 13. 13'ün üzərinə neçə gələndə 3'ə bölünər. 2 gəlsəm. Sonra neçə 5 gəlsəm və 8 gəlsəm. 2 gəlsəm 15 olur bölünür. 5 gəlsəm 18 olur bölünür. 8 gəlsəm 21 olur bölünür. Üzərində xət olduğuna görə K təbii ki rəqəmdir. Yəni 9'dan böyük yaza bilmərik. Bizə də bunların cəmini istəyir. 2 üstə gəl 5 üstə gəl 8. 2 ilə 5 7 bu da olur 15. Cavab olur 15 23'dən. Növbət baxıram 24'ə. Ədəd oxunda koordinat başlanğıcı ilə A12 nöqtəsindən eyni məsələ yerləşən nöqtələrin koordinatlarını tapın. Baxın bu bizdə bir ədəd oxum. Bu olsun koordinat başlanğıcı 0. A12 nöqtəsi də baxın buradır. Deyir ədəd oxumda koordinat başlanğıcı ilə A12 nöqtəsindən eyni məsafədə yerləşən nöqtənin koordinatını tapın. Bakın bundan eyni məsafədə isə 12'den 0'a qədər məsafə 12'dir. Eyni məsafədəyə görə böldüm 2'yə 6. Demək yerləşən nöqtənin koordinatı nə olur? 6 olur. Növbəti baxıram 25'ə. 25'də nə deyir bizə? NA verib MB verib birləşmə sonra kəsmənin cəmini istəyir. Baxın normalde düsturla da yaza bilərəm bunu. NA üstə gəl MB çırp kəsmə bərabər birləşmədir. Düzdür mü? Buradan fikir versək NA üstə gəl MB nəyə bərabərdir? Birləşmə üstə gəl kəsmə. Düzdür mü? NA neçədir? 12. MB neçədir? 16. Bu nəyə bərabərdir? 28'e. Fikir verin. A ilə B-nin birləşməsi ilə nə olur? 28 olur. Bunu Venn diaqramla da yazabilirsiniz. Bakın Venn ilə də yazmışsam.
Sonra bura A, bura B. Bakın kesməni bilmirəm. X. Demək N 12 ise bura olur 12 minus X. MB 16 ise bura olur 16 minus X. Bakın birleşme normalde bize neyi verir? Birleşme. Bakın bu üçünün cəmi bize birleşme verir. 12 minus X üstə gəl X. X'lar geride kaldı. 12 üstə gəl 16 minus X. Bak bu bize birleşməni verir. Bunun üzerine gələm kesişmə X'i. Buraya X'lar gelir. Olur 28. Belə də düşünebilirsiniz. Baxıram 26'ya. Deyir kvadratın iki qarşı tərəfi 50% azaldılaraq düzbucaqlı alınmıştır. Deyir kvadratın iki qarşı tərəfi 50% azaldılaraq düzbucaqlı alınmıştır. Alınan düzbucaqlının perimetri kvadratın perimetrinin neçə faizidir? Bunu dəyişən də yaza bilərik ədədlə də. Məsələ üçün baxın. Bu olsun bizdə bir kvadrat. Bu bizə bir kvadrat. Kvadratın tərəfləri bir ki 10 götürürəm. Hal-hazırda bu kvadratdır. Düzbucağın perimetri kvadratın perimetri neçə faizidir? Bu da kvadratın perimetrini tapaq. Hemen olur 40. İndi bizə deyir ki kvadratın iki qarşı tərəfi 50% azaldır. Mesela bu da 50% azaldır, bu da. Hər ikisi 50% azaldılanda artıq əmələ gəlinə bir düzbucaqlı. Uzunluğu yenə 10'dur, amma yan tərəflər 5'dir. Bunun perimetri nə olur? 2 vurulsun A üstə gəl B. Olur 30. Bizdən şərtdə nə istəyir? Alınan düzbucaqlının perimetri, yani düzbucağın perimetri 30. Kvadratın perimetrinin neçə faizidir? Vurdum 100'e. Düzbucaqlının perimetrini böldüm kvadratın perimetrindən vurdum 100'e. Bu belə gedər. Buna bu qədər 25. 3'e vur 75%. Tutalım ki deyə bilərsən ki müəllim ətraflı sualdır. Məsəl üçün necə yaza bilərik? Həlli tələb olunan sualdır. Məsələn 28 29'dur. Bunu ədəd qoymaq əslində düzgün deyil. Bunu dəyişənlə yazıram. Baxın. Bu bir kvadratdır. Olmalı. Bakın kvadratın bütün tərəfləri nədir? Bərabərdir. Bunun perimetri nədir? 4A'dır. Bu belə. İndi iki qarşı tərəfi deyir 50% azaldılar. Olur nə bir düzbucaqlı. Yenə uzunluq A'dır. Amma A'nı baxın 50% azaldanda olur 0,5 A. Birisi 50% azaltmalı. A 100%'dir. 50% azalanda bir şey X da 50%. Vurup bölüp alsan 0,5 A. Yani A'nı 50% azalanda oldu 0,5 A. Şimdi bunun perimetri tapmaq üçün eləməliyəm. 2 vurulsun. Bununla bunun cəminə. A'nın üstüne 0,5 A gələndə olacaq 1,5 A. Bu da olur 3 A. Kvadratın perimetri 4A. Düzbucağın perimetri 3 A. Bakın düzbucaqlının perimetrini bölürəm kvadratın perimetrinə vururam 100'e. A'lar gelir yeni olur 75%. Yani bu şekilde de yazabilirsiniz. Sonra baxıram 27'ye. İki paralel düz xəttin kəsənlə əmələ gətirdiyi bucaqlar üçün uyğunluğu müəyyən edin. Baxın iki paralel düz xətt budur. Üçüncü düz xətt kəsir. Alfa beta daxili bir tərəfi bucaqlardır. Baxın daxili bir tərəfi bucaq haradır? Daxili bir tərəf. Baxın budur. Biri iti biri körü. Bunların cəmi nədir? 180'dir. Sənə deyir ki alfa beta daxili bir tərəfi bucaqlardır. Alfa 140 tabii ki kör 140'dır. Onda iti nə olacaq? 40 dərəcə. Demək ki alfa 140 ise beta 40 olur. Beta 40 harda var? A'da. Demək biri A. Bu belə. İkidə deyir alfa beta xarici çarpaz. Xarici çarpaz baxın bu deməkdir. Xarici çarpaz budur. İndi xarici çarpazın nədir? Bərabərdir. Bura 70 olanda mesela alfa 70 ise bu da beta da 70 olur. Yani 2'ye de oldu nə? C variantı. A getdi, C getdi. 3'te de uygun bucaqlardır. Uygun bucaqlardırsa bunlar nədir? Bərabərdir. Mesela uygun. Tamam ki bura 110'dursa
Buna bu da uyğundur, bu da uyğundur, bu da uyğundur. Təbii ki, hamısı kördə, o da 110'dur. Demək, 3'ə də oldu nə? D variantı. Növbəti baxıram 28'ə. Deyir, 20 kiloqramlıq duzlu su məhluluna 5 kiloqram duz qarışdırılır. Alınan məhlulun duzluq faizi 30% olarsa, əvvəlcə məhlulun duzluq faizi nə qədərdir? Baxın, 20 kiloqram duzlu su məhlulu var. Yəni, bu məhluldur 20 kiloqram. Məhlulun üzərinə 25 kiloqram duz əlavə edilər. Bu oldu 100%. İndi qulaq asın. Məhlula biz duz əlavə eləyəndə həm məhlula əlavə eləməliyik, həm tərkibində olan duza. İndi 20'nin tərkibində nə qədər duz var bilirikmi? Xeyr. Baxın, bizə verilən məhlula nə qədər duz var bilmirəm, x. İndi 20'nin tərkibində x qram duz varsa, x kiloqram. 5 kiloqram əlavə eləyəndə demək artıq yeni məhlulda bu qədər duz var. Bu da deyir 30% oldu. Buradan çarpaz eləsəm 20 ilə 5 nə edir? 25, 30 var 750. Demək 100 vurulsun x plus 5 bərabər nəyə? 750. Bu da 50'ye gedər. 2 qalar. Burada nə qalar? 15 qalar. Bu da olur 2x üstə gəl 10 bərabər nəyə? 15'ə. 2x bərabərdir 5'ə. X bərabər 2,5'ə. Baxın, deyir, əvvəlcə məhlulun duzluq faizi nə qədərdir? Məhlul nə qədərdir əvvəl? 20 kiloqram. Bu 100% bütöv idi. Bunun tərkibində 2,5 kiloqram duz varmış. Bu da olsun bir K faiz. Bunun da K'nı tapanda 2,5'i 100'ə vur. Olur 250 böl 20. Bu da olur 12,5%. Demək 12,5% deymiş. Bir dəqiqə üzr istəyirəm, burada 250 deyil, 20 deyil. Yox, düzdür. 2,5'i 100'ə vurmuşam da. 250 bölü 20. Yox, düz yazmışam. Olur elə 12,5%. Baxıram növbəti 29. Demək 29'da bizə bir parça verib, daha doğrusu ədəd oxu verib. A -5 bx c1 D də y. Şərtdə deyir ki, baxın, AB bərabər 2BC bərabər 3CD. 2-dən 3 əköb nədir? 6. AB deyirəm 6K. BC deyirəm 3K. CD deyirəm 2K. Baxın, buradan bura məsafə 2K. Sonra AB 6K. Buradan bura 6K. BC'de 3K. Buradan burada 3K. Bizdən x plus y cəmini istəyir. İndi qulaq asın. Bu məsafədə, düzdürmü? Demək ki, yəni mən nə etməliyəm? Baxın, x-dan ədəd oxuna sağdan sola çıxmalıyıq da, məsafə tapanda. X-dan -5'i çıxanda bərabər olmalıdır 6K. Buradan da x plus 5 bərabər oldu nə? 6K. Sonra BC, yəni sağdan sola çıxan, birdən mən x-ə çıxanda 3K-nı verməlidir. Bu belə. Sonra y-dən 1 çıxanda da burada yazım. Y-dən də 1 çıxanda 2K-nı verməlidir. İndi burada nə etməliyik? Baxın. Burada əslində aparıb yerinə qoyub bərabər də eləyə bilərəm. Məsələ baxın. Əslində heç belə getməyə heç ehtiyac yoxdur. Gəlin belə yazıram. Yəni, belə getmək olur, K-nı tapıb yaza bilərəm. Ehtiyac yoxdur. Bax, fikir verin. Olsa məsafə var da. Baxın, AB məsafəsi nəyə bərabərdir? Buradan bura məsafə nəyə bərabər? X plus 5'ə. Gələn burada AB-yə yazıram. X plus 5. X-dən -5 çıxdım. Bərabər 2 vurulsun BC. BC nəyə bərabərdir? Buradan bura məsafə.
1 minus x'e. Düzdürmü? Şimdi buradan vurup açaq x'i tapaq. X plus 5 beraber 2 minus 2x. Keçidim sağa oldu 3x beraber mənfi 3'e. X beraber mənfi 1'e. X'i tapdım mənfi 1. Eyni zamanda BC bakın AB nəyə bərabərdir eyni zamanda? 3CD'ye. AB nədir məndə? AB x plus 5 idi. Demək o da nəyə bərabərdir? 3CD'ye. 3 olsun CD. CD nədir? Sağdan sola çıx. Y çıx 1. X nədir? Mənfi 1. Gətir burada nəzərə alsam. Bu olur 4 bərabər 3y minus 3. Buna da 3y bərabər nə olur? 7'ye. Y də bərabərdir 3'də 7'ye. Adam məndən x plus y istəyir. Mənfi 1 üstə gəl 3'də 7. Yəni mənfi 3'də 3'ün üzərinə 3'də 7 gəlirəm. Bu da olur 3'də 4. Yəni 1 tam 3'də 1 yazım. Bu olur 1 tam 3'də 1. Növbəti baxıram 30. Sonuncu sualımız ispat sualı. Deyir ispat edin ki k böl 3 vur 7 üstə gəl k böl 7 vur 11 üstə gəl k böl 11 vur 15 üstə gəl k böl 15 vur 19. Deyir bu nəyə bərabərdir? 4k böl 3 vur 19'a. Ha, indi burada uşaqların normalda öyrəndiyi, yəni həmişə məşhur bildiyi məxrəcdə ən kiçiyini vururam ən böyüyə yazıram məxrəcdə, sürətləri toplam yazıram sürətdə. Amma niyə? Biz bunu niyə yazırıq? Biz bunu niyə deyirik? Bax qulaq asın. Ortaq nədir? K. Sürətdə baxın hamısında K var, düzdürmü? Buradan K'nı çıxaram mörtəzə xaricinə. Bax diqqətlə qulaq asın. Nə qalacaq? 1 böl 3 vur 7. Üstə gəl. 1 böl 7 vur 11. Üstə gəl 1 böl 11 vur 15. Üstə gəl 1 böl 15 vur 19. Bu da yenə K vurulsun. Baxın mən bunun yerinə nə yazıram bilirsiniz? Fikir verin. 3'də 1 çıx 7'də 1 yazıram. Deyirsən ki mən bunu orta mərcə gətirəndə bunu alasam mı? Gəl baxaq. Orta mərcə gətirsəm buranı elə bir 7'yə vururam, buranı 3'ə vururam. 7'dən 3 çıxan da 4 qalır. Demək ki burada həmişə sürətdə 4 alır. Baxın 7'də 1'dən 11'də 1 çıxıram. 11'də 1'dən 15'də 1 çıxıram. Üstə gəl. 15'də 1'dən 19'da 1 çıxıram. Baxın həqiqətən də bunu mən çıxsam, burada sürətdə 4 verəcək. Bunu çıxsam, buranı 7'yə vursam. Buranı 3'ə vursam. Məxrəc 3 vur 7 verir. Amma sürət həmişə nə verir? 4 verir. Sürət həmişə 4 verdiyinə görə, baxın burada 4 yoxdur axı. O 4'ü itirmək üçün qarşıya bir dənə də 4'də 1 atıram. Ona görə, baxın, bunu bilsin nə? K bölünsün 4. 4'də 1 atıram qarşıya ki, buradan çıxan 4'ləri itirə bilim. Və buradan davam eləsək, görürəm ki, K bölü 4 vurulsun, baxın. 7'də 1'lər gedir, bunlar bundan gedir, bu da bundan gedir. Sonuçta nə qalan mövzuda? 3'də 1 çıx 19'da 1. Düzdürmü? Buradan da K bölü 4 vurulsun. Məxrəcə əkib tapsam, bura 19 olur, bura 3. Demək sürət olur 19 çıx 3, məxrəcdə 3 vur 19. K bölü 4 vurulsun, sürət olur 16, məxrəc olur 3 vur 19. Buradan da 4'ə ixtisar gedə, burada 4 qalar. Onlar 4K bölünsün 3 vur 19. Bu da sənin ispadın. Belə. Yəni bu yazdığımız yəni buradan gəlir. Sağ olun. Növbəti sınaqlarda görüşənə dək hər birinizə uğurlar.